Her vaxtınız xeyir. Əməkdar artist Yusuf Mustafayev sizə müraciət edəcəm. Sənə and verirəm ölənlərin görünə. Atığın, anın qəbrinə and verirəm. Oxuma, nə olar oxuma da, sən başıma dönüm. Sənin səsin bilmir, nə səsi o, hardan çıxır bilmir. Toynadan imkan vermirsən, elə alırsan mikrofonu, sənin yerdə kim olsa utandığına mikrofon almaz əlinə. Sən nə vaxt oxumursan? Elə-belə də zəngülə, ya! Sabir Mirzəyev kimi oxumam, sən öpməz səni gəlir. Sabir Mirzəyev kimi oxuyur, Səhədullah Rızayev, Neymət Mirzəyev, 2 nəfər Nadunun kimi oxuyur. Böyükən Əzizə Habil Mirzəyev. Ayıb daxil. 500 minlik maşın altında Allah sağlığa qismət eləsin. Bir daha deyə güvən məsciddə tikirmirsən, 500 min civarında, elə ondan sonra 5 dənə məktəb tikdirək. Nə Cəllabadda tövlə məscidlərdən yaxşıdır. Tövlə məktəblərdən yaxşıdır, üzr istəyirəm. Sənə çox lazımdır. Sır səsinlə, Taci Şahmalıoğlu desən malı zərətdirir. Bu da oxuma da, birində məndən böyüsən, 70 yaşım var. Sən kimi deyirlər ki, Yusuf kimi kəs adam yoxdur. Rəhmədi, Cənal Əkbarov, Sabir Mirzəyevi tərif edər, pul xərcən kimi, mən su xərcəməyib, artistə tərif edir. Amma səni bir şoforu tərif edəmir. Vallahi, sən bəsdir. Səni kim toya aparırsa gene də bahadır. Gedirsən bu yeməkxanada, o yeməkxanaları gəzsən, cavan adamları, hansı ki onlara da imkan verirsə oxumağına, hansı restoranın adına yemək və qarnı otarırsan.